102 il öncə 29 oktyabr tarixində qardaş Türkiyə Cumhuriyyəti qurulmuşdur və bu dahi Mustafa Kemal Atatürk'ün başçılığı altında olmuşdur. 102 il öncə qurulan Cumhuriyyət hələ də ayaqdadır, hələ də dünyanın lider ölkələrindən, lider dövlətlərindən biridir. Öz ordusu ilə, öz siyasəti ilə, öz regiondakı gücü ilə hələ də dünyada öz sözünü deməyə bacarır. Doğrudur, son illərdə xüsusilə də Türkiyə iqtisadiyyatında müəyyən problemlər var. Türkiyənin hüquq sistemində müəyyən problemlər var. Siyasi vəziyyəti heç də ədalət prizmasından baxanda siyasi vəziyyəti heç də ürəkaçan deyil. Amma təbii ki, mən əminəm ki, və mən bunu bilirəm ki, Türkiyə xalqı çox güclü xalqdır. Türkiyə xalqı çox böyük xalqdır və onlar növbəti seçkilərdə, elə bundan sonraki bəlkə də ilk seçkidə kimin həbsdə olacağını, kimin evdə olmalı olduğunu və kimin də dövləti idarə etməli olduğunu qərarını verəcəklər. Məhz seçkidə bu xüsusi buna diqqət etmək lazımdır. Bu təbii ki, böyük Türk xalqının, onun böyük dövlətinin işidir. Biz təbii ki, onların dövlət məsələsini müdaxilə etməzdən öncə öz ölkəmizdə baş verən, öz ölkəmizin iqtisadiyyatında, hüququnda, məhkəmə sistemində baş verənlərə daha çox maraqlanmalıyıq. Ona görə də o məsələni biz Türkiyə xalqının özünə buraxırıq və mən əminəm ki, onlar çox tez bir zamanda öz ölkələrində də hüququn aliliyini və ədaləti bərqərar edəcəklər. İndi isə mən bugün Türkiyə-Azərbaycan münasibətləri haqqında danışmaq istəyirəm. Bizim bəzi azad olmayan, sarı media adlandırdığımız, yandaş media adlandırdığımız media kanalları, mediada, sosial şəbəkələrdə bəzən belə göstərilir ki, Azərbaycan-Türkiyə münasibətləri hər iki ölkəni 20 ildən artıq idarə edən İlham Əliyev və Rəcəb Tayyip Erdoğan münasibətləri üzərində qurulub. Mən buna kəskin şəkildə qarşıyam, bu fikirlərə qarşı. Çünki hələ Azərbaycan olmamışdan öncə, yəni Çar hökuməti dövründə, ondan əvvəlki dövrlərdə və hətta qatı ideologiyası ilə seçilən ideoloji bir dövlət olan Sovetlər Birliyində belə Azərbaycanı Türkiyədən, Türkiyəni Azərbaycandan ayıra bilməyiblər. Və bu bağlar təbii ki, çox öncəyə gedib çıxır. Bu bağlar bəlkə də göstərilə bilməyən, hər hansısa bir mifik, hər hansısa bir mənəvi bağlara söykənir. Qan bağlılığı var təbii ki, Azərbaycan Türk dövlətidir, Türk dilli dövlətdir, həmçinin də Türkiyə və bizim izah edə bilməyəcəyimiz, bizim göstərə bilməyəcəyimiz dərin, böyük mənəvi bağlarımız var ki, və bu bütün dövrlərdə, keçmişdə də, indi də və yəqin ki, hətta əminəm ki, gələcəkdə də bu mənəvi bağlar sözünü deyəcək və bu iki dövlət bir-birindən ayrılmaz hala gələcək. Çünki Türkiyə Azərbaycan üçün çox önəmlidir. Məsələ burada təkcə etnik bağda deyil. Məsələ həm də Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, Azərbaycanın bugün Azərbaycan kimi var olmasının, Azərbaycanın bugün Bakı kimi paytaxtının olmasının, bizim 18-ci ildə qurduğumuz demokratik cumhuriyyətimiz, bizim 91-ci ildə onu bərpa etdiyimiz respublikamız belə bugün təbii ki, öz varlığını, bugün Azərbaycanlıların burada yaşamasını biz həm də Türkiyə dövlətinə, böyük Türk xalqına borcluyuq. Borcluyuq, bəlkə də borclu deyilik, bəlkə də bu elə belə də olmalıydı. Bu təbiətin reallığıdır, bu bəşəriyyətin reallığıdır. Çünki bayaq dediyim kimi Azərbaycan və Türkiyəni izah edə bilinməyən, bəlkə də gözə görünməyən dərin bağları mövcuddur ki, və bu bağlar onların həmişə bizim yanımızda olmasına, həmişə bizə dəstək olmasına öz töhfəsini verir, belə deyək. Türkiyə-Azərbaycan münasibətlərində təbii ki, ən böyük kulminasiya nöqtəsi, dönüş nöqtəsi bizim Vətən müharibəsi zamanı oldu və məsələnin siyasi tərəflərini, ordu tərəflərini qoyaq bir qırağa və məsələnin görünməyən və daha uzun perspektivdə inkişaf edən tərəflərinə baxaq. Azərbaycanın 44 günlük Vətən müharibəsindən öncə təbii ki, bizə milli ruh lazım idi. Biz Birinci Qarabağ müharibəsində məğlub olmuş bir dövlətin əsgərləri idik, məğlub olmuş bir dövlət idik. Və bu milli ruhu necə yüksəltmək lazımdır? Təbii ki, bunun üçün digər amillərlə yanaşı, həm də vətənpərvər filmlərə, ordu ilə bağlı filmlərə, ordu ilə bağlı seriallara, musiqilərə, bunlar hamısı işin tərkib hissəsidir. Biz bunu
Qələbə sadəcə getib 44 gün savaşdın və qələbə qazandın demək deyil. Qələbəyə gedilən bir yol var. Mən belə düşünürəm ən azından və bu yolun da önəmli puzzlelarından biri, önəmli parçalarından biri sənin o döyüşəcək kəsmi formalaşdırmağındır, yaratmağındır. Və Azərbaycanda gedib hər an torpağı uğrunda, xalqı uğrunda şəhid olmağı, qazi olmağı, veteran olmağı gözə almağı üçün tərbiyələndirən süreçdə biz həm də türk hərbi filmlərindən bizim yardımımıza çatıb, bizim köməyimizə çatıb. Çünki Azərbaycanlılar üçün film axtarmaq, film izləmək və yaxud da musiqi dinləmək məsələsi daha çox elə dili bizə yaxın olan, daha çox elə Türkiyə bazarıdır. Həm film bazarı, musiqi bazarı fərq etməz, necə adlandırırıqsa adlandıraq. Və onun da bizim ordumuzun puxtələşməsinə, hələ bizim ordumuzun inkişaf etməsinə, ordumuzun keçdiyi təlimləri mən bura qatmıram, diqqət edin. Mən təkcə Azərbaycanlıların türklərin çəkdiyi, türkiyəlilərin çəkdiyi film və serialları izləyib ondan dövləti, ordusunu, əskərini, öz ölkəsini necə sevməyi öyrənməsindən bəhs edirəm. Bunlar mənim danışıqlarım kiçik bir hissələrdir. Sadəcə mənə görə bu kiçik hissəm də ən önəmli hissələrdən biridir. Ona görə bunu bugün xüsusi vurğulamağa çalışdım. Mən özüm də həmin o filmlərin izləmişəm və təbii ki, bunlar hamısı insana vətənpərvər bir ruh verir və bu da müharibə şəraitini yaşayan bir dövlət üçün çox önəmlidir. Azərbaycanın bugün film sektoru o qədər inkişaf etməmişdi ki, biz o gəncləri özümüz yetişdirə bilək, onları o yöndə tərbiyələndirə bilək və bu cəhətdən belə bizə qardaş Türkiyənin çox böyük köməyi dəymişdi. Yəni Azərbaycanın hərbi qələbəsi təkcə 44 günlük müharibə dövründə Türkiyənin bizə verdiyi türk zabitlərinin bizim zabitlərimizə öyrətdikləri ilə deyil, həm də ona qədər gələn yolda bizim köməyimizə çatmışdır və bu biz bunu məncə dövlət olaraq, xalq olaraq heç vaxt unutmayacağıq. Mövzu təkcə İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan münasibətləri üzərində deyil. Azərbaycan və Türkiyə münasibətləri bundan sonra da ən azından bu qədər inkişaf etmiş vəziyyətdə davam etməlidir. Həm iqtisadi siyasətimiz, həm mədəni siyasətimiz, ümumən həm xarici siyasətdə bir-biri ilə razılaşdırılmış addımlar məsələsi önəmlidir burada və digər bir nüansa diqqət çəkmək istəyirəm. Hal-hazırda Türkiyədə həbsdə olan, üzərində müxtəlif artıq ondan çox cinayətçi açılan araşdırmalar aparılan Əkrəm İmamoğlu belə artıq bələdiyyə seçkilərində Türkiyədə qalib gəlmiş CHP-nin İstanbul bələdiyyə başqanı olaraq Azərbaycana rəsmi səfərini təşkil etmişdi və bu son illərdə bir ilk idi ki, Türkiyənin müxalif partiya liderlərindən biri Azərbaycana gəlsin rəsmi səfər etsin. Və bu çox önəmlidir. Azərbaycan və Türkiyə münasibətlərində təkcə iqtidar partiyaları deyil, həm də müxalif partiyaları bir-biri ilə əməkdaşlıq etməlidir. Həm də Azərbaycan müxalif partiyaları Türkiyənin hətta iqtidar partiyası ilə də bu onların təbii ki, ideoloji baxışlarla baxır, əməkdaşlıq edə bilər. Türkiyənin müxalif partiyalar gəlib Azərbaycan iqtidar partiyası ilə əməkdaşlıq edə bilər. Təbii ki, yenə də təkrar edirəm, burada ideoloji baxışlar önəmlidir. Çünki Azərbaycanda olmasa da, Azərbaycanda çoxlu partiyalar, hətta demək olar ki, bir-iki istisna, əksər partiyalar heç bir ideoloji baxışı yoxdur, amma Türkiyədəki partiyalar daha çox ideoloji əsaslarla formalaşıb və bunun üzərində siyasət aparır. Azərbaycan bu yöndə təbii ki, yenə də sinifdə qalır. Mən mövzunu uzatmaq istəmirəm. Türkiyə-Azərbaycan münasibətləri gələcəkdə də indiki kimi mən davam edəcəyini əminəm. İqtidardakı hansı partiyanın, iqtidarda hansı şəxslərin olmasından asılı olmayaraq Azərbaycan və Türkiyə qardaşlığı, dostluğu, bunu necə adlandırırıqsa adlandıraq və əbədi bir bağlılığı elə həm də əbədi olacaq. Mən Erkin Qədirlinin bu mövzuda çox bəyəndiyim, hər dəfə demək olar ki, onu paylaşdığım bir fikri ilə sonlandırmaq istəyirəm. Ay yer üçün, ay olmasa yerdə yaşayış olmayacaqdır. Ay yer üçün nədirsə, Türkiyə Azərbaycan üçün odur. Bir daha təbrik edirəm.